Bəzən idmanda elə şeylər olur ki, heç cür məntiqə sığmır. Bugün sizə məhz elə bir hekayədən, futbol tarixinin bəlkə də ən böyük möcüzəsindən danışacağım. Bütün proqnozları, bütün gözləntiləri darmadağın edən bir zəfərdən. Baxın bu rəqəmə, 150-nin 1-ə. Bu, sadəcə bir mərc əmsalı deyil, yox. Bu, Yunanistanın Avro 2004-ü udmaq şansının nə qədər, mümkünsüz görüldüyünün sübutudur. Yəni, təsəvvür edin, 150-yə 1. Heç kim, sözün əsl mənasında heç kim onlara zərrə qədər də şans vermirdi. Yaxşı, bəs necə oldu bu? Heç kimin vecinə almadığı bir komanda, bir outsider, necə oldu ki, bütün Avropanı fəth etdi? Gəlin bu inanılmaz hekayənin pərdə arxasına baxaq, görək bu möcüzə necə baş verdi. Okey, bu qələbənin miqyasını anlamaq üçün gəlin biraz geriyə gedək. Görək, Yunanistan turnirə gələndə nə vəziyyətdə idi? Onu deyim ki, onların keçmişi heç də ürək açan değildi, əsla. Təsəvvür edin də, komanda əvvəlki 2 böyük turnirdə, Avro 80 və Dünya Kuboku 94-də bircə dənə də olsun qələbə üzü görməmişdi. Onların Avro 2004-dəki ən böyük arzusu sadəcə bir oyunda qalib gəlmək idi. Bircə dənə. Çempionluq? Yox. Bu heç kimin xəyalına da elə gəlmirdi. Və bax, bu inanılmaz hekayənin bir memarı var idi. Səhnə arxasındakı dahi. Alman məşqçi Otto Rehhagel ya da sonralar ona deyəcəkləri kimi Kral Otto. Onun planı gözəl, baxımlı futbol değildi. Qətiyyən. Plan sadəcə bir şeyə köklənmişdi. Amansız səmərəlilik. Real Nagel üçün gözəl paslar, driblinglər boş şey idi. Əsas olan tabloda yazılan nəticə idi. Fəlsəfəsi də çox bəsit idi. Qoyma rəqib oynasın, bezdir onu, məcbur elə səhv etsin və sənə düşən o tək-tök şanslardan birini qola çevir. Vəssalam, bu əsl müdafiə ustalığı idi. Onun qələbə üçün demək olar ki, bir şablonu var idi. 4 addımlıq bir plan. 1. Rəqibi əsəbiləşdir, oyununu poz. 2. Bir dənə qol tap, fərqi yoxdur necə. Künc zərbəsi, cərmə zərbəsi. 3. Sonra çəkil müdafiəyə, beton kimi. Və 4. Oyunu 1-0 ut. Bu qədər sadə və bu qədər ölümcül. Və onlar bu planı dəqiqliklə, sanki bir robot kimi yerinə yetirdilər. Və bilirsiniz nə oldu? Bu plan işlədi. Özü də necə işlədi? Yunanistan heç kimin ağlına gətirmədiyi bir şey etdi. Avropanın futbol nəhənglərini bir-bir sıradan çıxarmağa başladı. Düşünün, qrupdan çıxmaq özü artıq böyük bir bayram idi onlar üçün. Amma hekayənin əsl hissəsi bundan sonra başladı. Play-off, finala gedən yol. Sanki bir cəngəllik idi, Avropanın ən güclü yırtıcıları ilə doluydu. Deməli, 4-də 1 final. Rəqib kim olsa yaxşıdır? Son çempion Fransa, Zidane, Thierry Henry, ulduzlar dəstəsi. Hamı deyirdi ki, Fransa bunları əzib keçəcək. Amma nə oldu? Yunanistan öz planına sadiq qaldı və Angelos Xaristiasın o məşhur baş zərbəsi. Qol, 1-0. Futbol dünyası ilk şoku yaşadı. Növbəti dayanacaq yarım final. Rəqib bu dəfə turnirin bəlkə də ən yaxşı futbolunu oynayan hücum maşını Çexiya. Başlarında da qızıl top sahibi Pavel Nedved. Amma ssenari yenə eyni idi. Yunanistanın möhkəm müdafiəsi, oyun uzatmalara getdi və əlavə vaxtda vurulan o qızıl gol Yunanistanı finala daşıdı. Artıq hamı başa düşürdü ki, yox, bu təsadüf deyil. Və beləcə gəlib çatdıq nağılın sonuna. Final. Tarix 4 iyul 2004. Məkan Lissabon. Bütün dünyanın gözü bu oyundaydı. Finaldakı rəqib isə ev sahibi Portuqaliya. Təsəvvür edin, Luis Figo, gənc bir Cristiano Ronaldo, öz meydanları, 60 mindən çox dəli kimi bağıran azərkeş. Bütün dünya, bütün şərtlər onlara qarşı idi. Əsl David və Golyaf hekayəsi. Oyun tam da gözlənildiyi kimi gedirdi. Portuqaliya basır, Yunanistan isə səbirlə, soyuqqanlı şəkildə müdafiə olunurdu və 57-ci dəqiqə. Turnir boyu dəfələrlə gördüyümüz o səhnə yenidən yaşandı. Yunanistan öz anını, o bircə anı tutdu. Bir künc zərbəsi və bütün stadionu, bütün ölkəni sükuta qərq edən o zərbə. Qoldan sonra isə sadəcə bir mənzərə var idi. Portuqaliyanın dalğa-dalğa gələn hücumları və Yunanistanın sarsılmaz, keçilməz müdafiə səddi. Hər keçən dəqiqə Portuqallar üçün ümidsizliyi, Yunanlar üçünsə o böyük möcüzəyə olan inamı biraz da böyürdü. Və final fiti, vəssalam,
İnanılmaz bir şey baş verdi. Mümkünsüz olan gerçeğe çevrildi. Turnirə 150'ye bir şansla başlayan o komanda, bəli, həmin o Yunanistan Avropa çempionu oldu. Bu futboldan daha böyük bir şeydi. Bu əsl möcüzə idi. Amma bu qələbənin təsiri sadəcə meydanda qalmadı. Yox, bu zəfərin dalğaları bütün ölkəyə, bütün millətə yayıldı. Afinanın küçələri bayram yerinə dönmüşdü. Təkcə Afina yox, dünyanın harasında bir Yunan yaşayırdısa, hamı küçələrə axışmışdı. Ölkə bir neçə həftə sonra Afina Olimpiyadasına ev sahibliyi edəcəkdi və bu qələbə onlara inanılmaz bir ruh yüksəkliyi, inanılmaz bir birlik hissi gətirdi. Hətta məşqçi Otto Rehhagel'in özü də bunu mükəmməl ifadə etmişdi. Demişdi ki, futbol siyasetin bacarmadığını etdi. Bütün ölkəni birləşdirdi. Bax belə, Yunanistanın 2004 nağılı bizə bir şeyi öyrədir. Düzgün bir plan, sarsılmaz bir inanc və komanda ruhu ilə ən güclü rəqibləri belə məğlub etmək mümkündür. Və bütün bunlar bizi son bir suala gətirib çıxarır. Sizcə, bu bütün futbol tarixinin ən böyüyü, ən ağlasılmaz şoku idi?